Hamıya salam. Biz hal-hazırda sizinlə oktyabrın X-i keçirilmiş sınağa nəzər yetiririk. Bu sınaq 11-ci siniflərə aiddir. Əgər siz bu il imtahan verəcəksinizsə, yəni 11-ci sinifsinizdə mütləq ki, buna izləyin, buna baxın. Çünki təqribi olaraq biləcəksiniz ki, sizi imtahanda nələr qarşılayacaq. Listening-ə, yəni biz qulaq asmadan 1-2 dənə sualını tapa bilərik, amma hamısı mümkün deyil tapmaq. Çünki bizə baxın buralarda adjektiv, yəni sifət istəyir, burada əsas cümləni tamamlamaq istəyir. Yəni ümumiyyətlə listening-i mən sizə deyim ki, hə, yəni qulaq asmadan tapa bilərsiniz, yox, o yalandır, yəni. İndi mən sizə hardasa 1-2 dənəsini tapmağı məsləhət görürəm, yəni qapalılara əsasən. Açıqlara bir qulaq asmadan, yəni bəzi hallarda tapa bilərsiniz, amma əksər vaxtlarda biraz səhv olur qulaq asmadan tapmaq. Baxın, biz listening işləyəndə birinci mətnin mənasına yox, ikinci, üçüncü suallardan başlasaq, tam olaraq başa düşərik ki, bizə əsas nədən danışılır. İkinci suala baxsaq, biz görürük ki, dinozavrlar haqqındadır və bizdən düzgün cavabı tələb edir. Dinosaurs were the same size. Same nə deməkdir? Same oxşar deməkdir. Baxın, same oxşar. Size ölçü. Deyir ki, dinozavrlar eyni ölçüdədir. Biz yəni listeningə qulaq asmasaq bilərik ki, zaten dinozavrlar eyni ölçüdə olmur. Biri böyük olur, biri balaca olur. Ona görə bu səhvdir. Bir də dördüncü, çünki 2-yə 3-ə niyə baxıram? Çünki dinozavrların adıdır və mən dinozavrlar haqqında məlumatım yoxdur. Ona görə boşuna vaxtımı sərf eləmirəm. Keçirəm 4-ə. Dinosaurs could walk only on 2 legs. Dinozavrlar yalnız 2 ayaq üstündə gəzə bilirlər. Xeyr, səhvdir. Və sizə bir şey deyim ki, əgər only sözü görsəz, bu 90% hallarda səhvdir. Yəni bunu səhv variant kimi çıxarırsınız. Dinozavrlar 2 ayaq üstündə yox, 4 ayaq üstündə də gəzə bilirlər. Ona görə bu səhvdir. Qalır variantımız elə 2-3 düz olanlar. Deyir ki, bu növ dinozavrların ölçüsü böyükdür. Bu növ dinozavrlar isə toyuqla eyni ölçüdədir. Ola bilər. Yəni biz dinozavrlar haqqında dəqiq məlumatımız yoxdur, amma 1 ilə 4-ü zaten 100% səhv variant çıxaran kimi 2-3 düz olaraq bizə qalır. Üçüncüyə baxsaq, deyir ki, niyə görə bəzi alimlər, scientist, alim, believe, inanmaq, cause, səbəb, disappearing, yox olmaq və dinozavr da dinozavr. Deyir, alimlər inanırlar ki, alimlər əsasən nəyə inanırlar ki, dinozavrların yox olmasına səbəbi nədir? Yəni dinozavrlar nəyə görə yox olub? A variantına deyir ki, giant asteroid, böyük, iri asteroid, asteroid daha doğrusu, nə deyirlər ona? Asteroid daha doğrusu. They believe it was caused by food shortage, yemək azlığından, shortage qıtlıq, yemək qıtlığından ola bilər. It was caused by aliens, yat planetlilər. Bu biraz fantastik oldu. Amma ola bilər, niyə də olmasın. Əgər listeningdə bizə deyirsə ki, dinozavrlar yat planetlilər yox eləyib, deməli yat planetlilər yox eləyib. Nə qədər inandırıcı olmasa da, bizə listening nə deyirsə siz onu yazmalısınız. Listeningdən kənar bir şey yazsa səhv götürürlər. It was caused by water covering the earth. Suyun basması, yəni yer üzünün suyu basması nəticəsində. They believe it was caused by human activities. İnsanların məşğuliyyətləri nəticəsində. Düzdür, biz buna listening olmadan dəqiq qərar verə bilmərik ki, hansı düzdür. Amma bir dənə variant var ki, o 100% səhvdir. O da yat planetlilər. Çünki biraz fantastik, real deyil. Və digər variantlar isə hardasa realdır. İri asteroidin düşməsi nəticəsində, yemək azlığı nəticəsində, yerin su basması və insan faktorları. Düz insan faktoru inanmıram olsun. Çünki